Bu video dərsimizdə sizinlə təqdimat faylının slaydlarının çap edilməsinə baxacağıq. Slaydların çap edilməsi təqdimat faylı üzərində görülə biləcək axırıncı əməliyyatdır və əgər hazırladığınız təqdimat faylı sizə lazımi nəticəni verirsə, onu çap etmək olar. Siz təqdimat zamanı hazırladığınız təqdimat faylından xüsusi aparat vasitəsilə lövhədə onu əks etdirərək nümayiş etdirməkdən əlavə, həm də təqdimatda iştirak edən iştirakçılara slaydların bir nüsxəsini də çap edərək yaymaq da istəyə bilərsiniz. Microsoft PowerPoint 2010 çap qurğusunun, yəni printerin rəngini və kağızını hər yerə sərfinin qarşısını almaq üçün slaydları çap etməzdən əvvəl ona baxış keçirməyə də imkan yaradır. Çap etməzdən əvvəl çap olunacaq nüsxənin sayını, rəngini və bir çox parametrlərini dəyişiklik etmək kimi imkanı da əldə edirsiniz. Sənədi çap etmək üçün Fayl düyməsinə basın. Açılmış menyudan Print əmrini verin. Əmrlər olan hissədən sağda iki hissədən ibarət print bölməsini görəcəksiniz. Sol tərəfdə çap əməliyyatının idarə edilməsi üçün nəzərdə tutulan parametrlər, sağ tərəfdə isə slaydların çap etməzdən əvvəlki görünüşü yerləşir. Çapdan öncəki görünüş hissəsində siz slayda bütövlükdə və ya miqyası böyüdülmüş şəkildə də baxa bilərsiniz. Standart olaraq slaydın miqyası onu bütövlükdə görmək üçün müəyyən edilmişdir. Amma proqramın sağ aşağı küncündə yerləşən plus və minus düymələrinin və ya sürüntgəncin köməyindən istifadə edərək slaydların miqyasını böyüdüb də baxa bilərsiniz. Çapdan öncəki rejimdə slayd məhz çapdan çıxacağı formada görsənir. Təqdimat faylının digər slaydlarına baxmaq üçün ya bu sürüntgəcdən, ya da aşağıda gördüyünüz bu düymələrin köməyi ilə də keçid edib baxa bilərsiniz. Sol tərəfdə yerləşən çap parametrləri bölməsi 3 qrupa bölünür. Birinci print qrupudur. Bu qrupda cəmi 2 parametr mövcuddur. Birinci print düyməsidir. Aşağıda gördüyünüz hər iki qrupda lazım olan parametrləri müəyyən etdikdən sonra məhz bu düyməyə basaraq çap əməliyyatını həyata keçirə bilərsiniz. İkincisi isə çap olunacaq nüsxənin sayını müəyyən etmək üçün parametrdir. Nəzərdə tutduğunuz nüsxə sayını burada müəyyən edə bilərsiniz. İkinci printer qrupudur, yəni çap qurğusu. Buradan biz slaydların çap olunması üçün kompüterimizə qoşulu olan printerlər arasından seçim edə bilərik. Deyək, kompüterimizə 2 printer qoşuludur və onlardan biri hal-hazırda məşğul vəziyyətdədir. Buradan ikinci digər printeri seçərək slaydların çap olunması əmrini məhz həmin printerə verə bilərik. Üçüncüsü isə Settings qrupudur, yəni quraşdırma qrupu. Gəlin buradakı parametrlərlə tanış olaq. Print All Slides. Əgər bu seçimi edəriksə, Print düyməsinə basdıqda təqdimat faylına daxil olan bütün slaydlar çap olunacaqdır. Yox, əgər cari slaydın çap olunmasını istəyiriksə, buradan açılmış menyudan Print Current Slide əmrini verərək print düyməsinə basarıqsa, məhz qarşımızda olan slayd çap olunacaqdır. Yox, əgər çoxlu sayda olan slaydlarımız arasından konkret müəyyən slaydların çap olunmasını istəyiriksə, menyunu açaraq Custom Range seçimini edərək burada çap olunacaq slaydların nömrəsini yazırıq. Nömrələr arasında isə vergül işarəsini qoymaq lazımdır. Deyək, birinci slayd ilə üçüncü slaydın çap olunması bizə lazımdır. Bu qayda ilə 1, vergül işarəsi 3 yazaraq print düyməsinə basa bilərik. Full Page Slides. Əgər biz hər bir slaydın bir vərəqdə çap olunmasını istəyiriksə, Full Page Slides seçimini etməliyik.
Yox, əgər bir vərəqdə bir neçə slaydın çap olunmasını istəyiriksə, bu menunu burada açaraq seçim edə bilərik. Deyək, two slides. Gördüyünüz kimi burada göstərir. Yəni, bir vərəqdə 2 slayd çap olunacaqdır. Düzdür, kiçildilmiş formada. Və yaxud da 1 slides. Əgər slaydlarımıza qeydlər əlavə etmişiksə, Note Pages seçimini etsək, slayd vərəqin yuxarı hissəsində, aşağı hissəsində isə əlavə edilmiş qeydlər çapdan çıxacaqdır. Və digər modellər də mövcuddur ki, yəni 4 slayd, 6 slayd, 9 slayd və sairə formalar da mövcuddur ki, seçə bilərik. Collated və ya uncollated. Bu parametrin seçilməsi slaydların hansı formada, hansı ardıcıllıqla çap olunacağını müəyyən etmək üçündür. Əgər collated seçimini edəriksə və deyək, birinci və üçüncü səhifənin slaydın çap olunmasını istəyiriksə və nüsxələrin sayını isə 2 və ya 3 nüsxə olmasını istəyiriksə, çap olunma ardıcıllığı birinci və üçüncü səhifə bir nüsxə, birinci, üçüncü səhifə iki nüsxə, birinci və üçüncü səhifə bir daha üçüncü nüsxə olaraq çap olunacaqdır. Əgər uncollated seçimini edəriksə və nüsxələrin sayını 3 olaraq müəyyən etsək, çap olunma ardıcıllığı birinci səhifədən ardıcıl olaraq 3 nüsxə və ardıcıl olaraq üçüncü səhifədən də 3 nüsxə çap olunacaqdır. Əgər slaydlarımıza rəngli və ya rəngsiz çap olunmasını istəyiriksə, bu parametri müəyyən edə bilərik. Color, yəni rəngli və yaxud da grayscale və pure black and white seçimlər arasında seçim edərək rəngsiz formada slaydlarımızı çap edə bilərik. Bütün gördüyünüz bu parametrləri müəyyən etdikdən sonra print düyməsinə basaraq slaydlarınızın çap edilməsi əmrini verə bilərsiniz.